Bu, Araz Naxçıvan Futbol Klubu ilə baş məşqçisi Elmar Baxşıyev arasında yaşananların qısa icmalıdır. Deməli, klub deyir ki, məşqçi ilə qarşılıqlı razılıqla yollarını ayırıblar. Amma Elmar Baxşıyev özü deyir ki, yox, heç də elə olmayıb. Birincisi, gəlin klubun mövqeyinə baxaq. Klubun idarə heyəti komandanın çıxışını, belə deyək, qeyri-qənaətbəxş sayıb və deyiblər ki, məhz buna görə Baxşıyevlə müqaviləyə güya ki, qarşılıqlı razılıqla son qoyulub. İkincisi, Elmar Baxşıyevin tərəfi. O isə tamamilə başqa bir şey deyir. Deyir ki, ortada heç bir razılaşma olmayıb. Sadəcə rəhbərlik onu çağırıb və deyib ki, biz səninlə işləmək istəmirik. Və işin ən maraqlı tərəfi, mövsümün sonuna qədər müqaviləsi olsa da, ona heç bir təzminat da təklif edilməyib. Və nəhayət, üçüncüsü, bu qeyri-qənaətbəxş nəticələr məsələsi. Baxın, klub belə desə də, Baxşıyev bununla heç razı deyil. O xatırladır ki, komanda qış fasiləsinə gedəndə 3-cü yerdən cəmi 2 xal geri qalırdı. Hələ bu harasıdır? Elə onun vaxtında komanda liqada tarixi bir nəticə göstərib. 3-cü yeri tutaraq Avropaya getmişdi. Buna uğursuz demək olarmı? Bir sözlə, bir tərəfdə qarşılıqlı razılaşdıq deyən klub var, digər tərəfdə isə məni kompensasiyasız işdən çıxardılar deyən məşqçi.